Barışıq olacaqmı? Səninlə barışacaqmı və yaxud da ki, barışıq təklifini qəbul edəcəkmi? Bəli, bu dəfə fərqli tərzdə açılımdır. Çünki bu dəfə səhvin daha çoxu ola bilsin ki, ola bilsin yox. Səhvin daha çoxu səndədir. Çünki hər dəfə qarşı tərəf səhv eləmir ki, yəni elə situasiyalar var ki, insan səhvi özündə də axtarmalıdır və özündə də görür. Gəl belə baxaq, sənin barışıq təklifini qəbul edəcəkmi, barışıq olacaqmı, təkrardan birlikdəlik olacaqmı? Gəl baxaq, fikrindəki insan hazırki zamanda səninlə əlaqədar hansı enerjidədir? Sənə qarşı hansı enerjidədir? Belə baxaq, fikrindəki insan sənə qarşı hansı enerjidədir? Qərarsızdır, gözləmə enerjisindədir, izləmə enerjisindədir. Belə deyim də, güvənsizlik var biraz bu insanda, incilik var, deyəsən çox incitmisən onu, çox incinibdir, belə deyim. Gəl baxaq, barışmaq istəyirmi səninlə bəs? Fikrindəki insan səninlə barışmağı düşünürmü? Fikrindəki insan səninlə barışmağı düşünürmü? Əslində düşünür. Çünki burada belə deyim də, səndən addım gəlir. Əgər gəlirsə, hazırda düşünür. Prosta yetərli qədər addım atmırsan kimi burada çıxır. Gəl belə baxaq, daha da dəqiq eləyək. Əgər addım atmısansa, gəl belə baxaq. Əgər addım atmısansa, sənin barışıq təklifini qəbul etmək istəyirmi? Sənin barışmaq təklifini qəbul etmək istəyirmi? İstəyirmi? İstəyir. Əgər addım atmısansa, addım atanlar üçündür. Burada sənin barışıq təklifini qəbul etməyi düşünür, fikirləşir. Hətta belə deyim də, elə bir sözlər demisən ki, bu sözlər onun çox xoşuna gəlib və düşünür. Okey, gəl buna baxaq. Əgər addım atmayanlar üçün, addım atmamısansa, səndən addım gözləyirmi? Fikrindəki insan səndən addım gözləyirmi? Barışıq addımı. Fikrindəki insan səndən barışıq addımı gözləyirmi? Bəli, fikrindəki insan səndən barışıq addımı gözləyir və bunun çox ədalətli olacağını düşünür. Çünki, yenə də deyirəm, hardasa səhvi və yaxud da ki, anlaşılmazlığı səndə görür və səndən addım gözləyir. Gəl belə baxaq. Addım atanlar üçün də, hələ addım atmağı düşünənlər üçün də. Çünki addım atanlar üçün və addım atmamısansa da addım atmağını istəyir. Addım atsan, tutaq ki, qəbul edəcəkmi səni? Baxıram. Səninlə barışmağı düşünürmü? Səninlə barışmağı düşünürmü? Səninlə barışmağı, sənin addımını, təklifini qəbul etməyi düşünürmü? Belə verək sual. Sənin təklifini qəbul etmək istəyirmi? Fikrindəki insan sənin təklifini qəbul etmək istəyirmi? İstəyir əslində, sənin təklifini qəbul etmək istəyir. Tamam, nə qərar verəcək? Nə qərar verəcək? Barışacaqmı sənlə? Fikrindəki insan sənlə barışacaqmı? Fikrindəki insan sənlə barışacaqmı? Barışacaqmı? Barışıq olacaq. Amma bilirsən necə olacaq? Sırazı yox. Biraz yenə izləyəcək. O insan səndən müəyyən bir addımlar gözləyir. Hazırda barışıq addımı atmısansa, o addımlarının nə qədər səmimi olduğunu izləyir, səmimi olacağını izləyir və bundan əmin olduqdan sonra barışıq olacaq. Gəl baxaq. Bu ayın sonuna kimi barışıq olacaqmı? Bu ayın sonuna kimi barışıq təklifini qəbul edəcəkmi? Bu ayın sonuna kimi barışıq təklifini qəbul edəcəkmi? Edəcək. Bu ayın sonuna kimi təklif edəcək. Maksimum gələn ayın ortalarına qədər. Bir ay içində. Yenə baxın, barışıq olacaqmı? Fikrindəki insanla barışıb, təkrardan birləşəcəksizmi? Fikrindəki insanla barışıb, təkrardan birləşəcəksizmi? Kartlar tərs çıxdı. Fikrindəki insanla barışıb, təkrardan birlikdəlik olacaqmı? Bəli, barışıq da olacaq, təkrardan birlikdəlik də olacaq. 2 vaxt içində 2 həftə, ikili tarixlər, ikisi, 22-si, 2 gün də ola bilər bəzilərinizdə.
ikisi 22-si, 12-si, belə deyim, tamam. Barışmağı üçün, onun tez qərar verməyi üçün, barışmaq üçün, tez qərar verməyi üçün nə etməlisən sən? Çünki burada səbirsizlər var, amma qarşıdakı insan izləmə etapındadır. Sən ona hansı addım atmalısan ki, necə davranmalısan ki, səninlə barışsın? Onunla necə davranmalısan ki, səninlə barışsın? Maksimum yumuşaq, maksimum belə deyim də, bax, burada bilirsiniz nə var? Görüş təklifi, diqqət təklifi, jest var, emosional olaraq hisslərin, sevgini eşitmək istəyir bu insan. Burada əgər mövzu ailə müzakirəsi idisə, ailə ilə əlaqədar da, belə deyim də, aqressiyanın keçməyini istəyir. Barışıq olacaq, amma yəni sən bu addımları atsan, o insanla barışıq olacaq. Bu qədər. Aldım, qəbul edim, yaz. Ətraflı baxım üçün isə profildəki nömrə ilə əlaqə saxla. Yenə deyirəm, yəni videonun sonunda heç dəxli olmayan adamlar videoya, nə bilim, qulaqları ilə qulaq asmayan adamlar girib yazırlar ki, lazım deyil, heç barışmasın dünəndən. Baxın, bu video sırf əgər sən səhv eləmisənsə, arada səhv səndə olubdusa, aradakı bu inciliyi, küslüyü, belə deyim də, aradan qaldırmaq üçün addım atanlar və addım atmaq istəyənlər üçündür. Yox, səhv qarşısında olub oturub addım gözləyənlər üçün deyil bu. Zəhmət olmasa videolara diqqətlə qulaq asın, diqqətlə qulaq asandan sonra yorumlar yazın. Çünki videoya normal qulaq asmayıb, normal dərk eləməyib, dəxilsiz yorumlar yazırsınız, özünüz gülünç vəziyyətə düşürsünüz. Bu qədər. Aldım, qəbul edim, yaz. Ətraflı baxım üçün isə profildəki nömrə ilə əlaqə saxla.